Musa Şükürovun verilişində gördüm. Dedim, mən qaynanamla danışmıram. Bəli. Niyə danışmırsan? Baxın, mən danışmıram yox, o mənlə danışmır. Ha, o səhətə danışmırıq. Ümumiyyətlə qəlqətimiz yoxdur, soyuqluq var arada. Ancaq yəni mən də özüm bunun açıqlamasını dedim, bilmirəm. Nə üçündür? Mən orada ismarıc göndərmişəm, hətta qaynanama demişəm ki, öpürəm səni Tükəzban xanım. Yəni, niyə məni heç vaxt istəmədiniz dedim, orada da sual verdim. Yox, nəvələrini istəyirmi, nəvələrini? Görürmü nəvələrini? Onun yerinə necə cavab? Yox, görürmü nəvələrini? Neçə illərdəki yox. Neçə ildir nəvələrini görmür? Dəqiq desəm, 2 il, 3 il olar belə. 3 ildir. Nənə nəvələrini görmür. Bəli. Və bunun da səbəbi sənsən. Niyə mənə? Yəni sənə görə görmür də, yəni səni istəmir deyə. Ola bilər ki, səbəb mənəm. Səni danışdırmır deyə də o mənada. Bilirsiniz necədir? Heç oğlu deməyibmi ki, nəyə görə da? Bəlkə qəlbinə dəymiş.